Cədvəllər sətir və sütunlardan ibarət çoxlu xanalardan təşkil olunmuşdur, hansı ki, özündə müxtəlif tip informasiyaları saxlaya bilər. Bu cür informasiyalar rəqəm tipli verilənlər və yaxud da ki, mətn tipli verilənlər ola bilər. Bu dərsimizdə sizə boş bir cədvəlin yaradılması, mövcud olan mətnin cədvələ dəyişdirilməsi və cədvəlin üslubunun dəyişdirilməsi üsullarını öyrədəcəm. İlk olaraq boş bir cədvəl necə yaratmaq olur, onu göstərim. Bunun üçün cədvəl yaratmaq istədiyiniz istiqaməti seçərək əlavə vərəqinə getmək lazımdır. Bundan sonra cədvəllər qrupunda yerləşən cədvəl əmrindən siz istənilən ölçüdə cədvəl seçə bilərsiniz ki, hansı ki, mausa hərəkət etdirməklə görürsünüz ki, cədvəl ölçüsünü dəyişmək mümkündür. Mən 6-nın 5-ə cədvəl yaradaraq mausun sol düyməsini kliklədikdə, bu o deməkdir ki, 5 sətirdən və 6 sütundan ibarət cədvəl yaratmış oldum. Lakin mən mətni cədvələ çevirmək istədiyimdən, bu cədvəl mənə lazım deyil və boş bir cədvəl üzərində həmin mətnin köçürülməyi çox vaxt tələb olunduğundan, mausun sağ düyməsini basaraq cədvəli sil əmrini seçməklə yaratdığım cədvəli silirəm. Və mətnlərin hamısını seçdikdən sonra əlavə vərəqinə gedərək cədvəllər qrupunda yerləşən mətni cədvələ çevir əmrinə seçməklə gördüyünüz kimi bu cür bir pəncərə açılacaq və burada sütunların və sətirlərin sayı, eyni zamanda sütunların eninin avtotənzimlənməsi və mətnin bölünmə yeri seçimləri vardır ki, mətnin bölünmə yerinin tablar olduğuna diqqət yetirin. Və OK düyməsinə basdıqda artıq mənim yaratdığım mətn tipli informasiya cədvələ çevrilmiş oldu. Və cədvəl yaranarkən gördüyünüz kimi tərtibat və düzən vərəqləri də cədvəl üçün yaranmış oldu ki, hansı ki, sizin cədvəlinizin formatlaşdırılması üçün çoxlu əmrlərdən təşkil olunmuşdur. Bundan əlavə siz yaratdığınız cədvələ yeni bir sütun və yaxud da ki, sətir əlavə edə bilərsiniz. Bunun üçün əlavə etmək istədiyiniz yeri seçərək, məsələn, mən bu yeri seçirəm və mausun sağ düyməsini basdıqdan sonra buradan əlavə seçimindən aşağıya sətir əlavə seçiminə klik edərək gördüyünüz kimi aşağıya istiqamətə yeni bir sətir əlavə etmiş oldum. Eyni qaydada sütun da əlavə edə bilərəm. Yenidən sağ düyməsini basaraq əlavə seçimindən burada müxtəlif seçimlər vardır. Sola sütun əlavə et, sağa sütun əlavə et. Mən sağa sütun əlavə edəcəyimdən bu əmri klik edirəm və görürsünüz ki, artıq sağ istiqamətdə yeni bir sütun əlavə edilmiş oldu ki, yeni yaratdığım sətir və sütunlara hər hansı bir informasiyanı daxil edə bilərsiniz. Və cədvəldən sətir və ya sütunların silinməsi üsulları da çox rahatdır. Bunun üçün sətirdən ibarət olan xanaların hamısını seçərək, mausun sağ düyməsini basaraq xanaları sil əmrini basmaq lazımdır. Və buradan bütün sətri sil seçimini seçdikdən sonra OK əmrini basdıqda artıq mənim sətrim silinmiş oldu. Eyni qaydada sütunları da silmək üçün hamısını işarələyib sütunları sil əmrini seçirəm və görürsünüz ki, artıq sütunlar da silinmiş oldu. İndi isə sizə cədvəlin üslubunun dəyişdirilməsini göstərim. Bunun üçün tərtibat vərəqində yerləşən cədvəl üslubları qrupundan hər hansı bir üslubu seçməklə siz cədvəlin üslubunu da dəyişmiş olursunuz. Burada digər bölümündə olan bütün üslubları gözdən keçirərək hər hansı birini seçə bilərsiniz. Məsələn, mən bu üslubu seçərək OK düyməsini basdıqda görürsünüz ki, artıq mənim üslubum dəyişmiş oldu. Cədvəl üslubları seçimləri qrupu isə sizin cədvəlinizin necə görünəcəyini təyin edir və burada cədvəlin başlığa malik olub olmaması, birinci sütunun fərqli olub olmaması nəzərdə saxlanılır. Və siz əgər birinci sütunun fərqli olmamasını istəmirsinizsə, onda birinci sütunda digər sütunlar kimi eyni üsluba salmış ola bilərsiniz. Və bundan başqa, əgər sizin cədvəliniz başlığa malik deyilsə, yenidən bu əmri işarəsini götürərək cədvəlin başlığını da silə bilərsiniz. Və cədvəl üçün müxtəlif sərhədlər də təyin oluna bilər. Məsələn, mən bu hissəni seçərək cədvəl üslubları sərhədlər qrupundan
xarici sərhəd üslubları əmrini seçməklə gördüyünüz kimi cədvəlin bu xanasına sərhəd çəkmiş oldum. Bundan başqa siz mövcud cədvələ özünüz də hər hansı bir sərhəd çəkə bilərsiniz. Bunun üçün sərhədləri çək qrupundan cədvəl çək əmrini basmaqla mövcud xanaya bir sərhəd çəkmək olar. Məsələn, mən A xanasına bir sərhəd çəkirəm və gördüyünüz kimi bu cür sərhəd çəkdikdə artıq mənim xanamın sərhədi də hazır olmuş oldu. Siz bu funksiyalardan sərhədin qalınlığını dəyişə bilərsiniz. Eyni zamanda rəngi də dəyişmək mümkündür. Və yeni bir sərhəd çəkdikdə artıq yeni funksiyalarla mənim sərhəddim çəkilmiş olacaq. Və mən artıq 2 xana üçün sərhəddi çəkmiş oldum. Bundan başqa cədvəl üçün artıq bu əmri deaktiv edə bilərəm və cədvəllər üçün təyin olunmuş düzən vərəqində müxtəlif formatlaşdırma seçimləri vardır ki, məsələn, bunlar hündürlüyün təyin olunmasıdır. Bu, kursorun müəyyən istiqamətində təyin olunmuş istiqamətdə həmin sətir üçün hündürlüyün artırılıb azaldılmasını təyin edir. Eyni zamanda L funksiyası isə yenidən kursor istiqamətində sütunların artırılıb azaldılmasını təyin edən funksiyadır. Bundan başqa siz düzləndirmə qrupunda yerləşən bu işarələrdən birini basmaqla mərkəzə, sola, sağa doğru mətni düzləndirə bilərsiniz. Məsələn, mən mərkəzi düzləndir əmrini seçməklə görürsünüz ki, kursorun təyin olunmuş xanasında olan informasiyaları mərkəzə doğru düzləndirilmiş oldu. Mən bütün cədvəli mərkəzə doğru düzləndirmək istəyirəmsə, onda cədvəlin hamısını seçərək mərkəzə doğru düzləndir əmrini seçməklə cədvəldə olan informasiyaları mərkəzə doğru düzləndirmiş oluram. Və siz bundan başqa mətnin istiqamətini də dəyişə bilərsiniz. Məsələn, mənim kursorum gördüyünüz kimi 1.8-in üzərindədir və mətnin istiqamətini dəyiş əmrini basdıqda mətnin istiqaməti dəyişmiş olur. Xanaların sahəsi əmri isə yeni bir menyu çıxardır ki, burada kənar boşluqların ölçüsünün nə qədər olacağını siz qeyd edib OK düyməsini basa bilərsiniz. Bundan başqa düzən qrupunda yerləşən əmrlərin hər biri sizin cədvəlinizin funksionallığını təyin etməkdə köməkçi ola bilər. Bu dərsimizdə sizə cədvəllərin yaradılması, mövcud olan mətnin cədvələ dəyişdirilməsi və cədvəllərin format olunması və üslubunun dəyişdirilməsi üsullarını öyrətdim.